raster qrafikasının proqramlarına müraciət edirik. Raster qrafikasının əsas cəhətlərindən biri budur. Dəqiqlik sevir. Dəqiqlik sevir və raster qrafikasının çözünürlüyü baxımından Windows-da çözünürlük dəyişilir. Çözünürlük arasında problem yaradır. Və bir də bunu deyək, bəs raster yoxsa vektor qrafikasının hansının şəkli düzəltdiyimiz faylı yaddaşda daha çox yer tutacaq? Rasterda da çox tutur. Niyə? Digərində xətlərdən istifadə olunur. Burada isə daha çox pikselli. Olar, biraz da fikri açıqlar. Rəng. Çünki burada funksiyonallıq daha çoxdur. Məsələn, belə deyək də. iPhone telefonla, məsələn, Samsung telefonu qarşılaşdıraq. iPhone-da zaryadka problemi bir qədər, şarj problemi Samsungdan çox olacaq. Niyə? Çünki funksionallıq baxımından onun funksiyaları Samsung telefonlarının funksiyalarından daha çoxdur və bu vaxt şarj tükənir. Təbii ki, batareykası baxımından da batareykası zəifdir. Həmin o funksiyalara nisbətən onu qoyaq kənara. Ümumi olaraq 4 formalı yadda saxlaya bilərsiniz. Eyni qaydada siz Photoshopda montaj edəndə görün nə qədər sizin üçün effektlər gələcək, müxtəlif effektlər var, filtrlər var. Sonra transitionlar var. Bir çox məsələ var orada və bu funksiyaların çoxluğu sizə dəqiqlik tələb edir. Və dəqiqlik olanda da təbii ki, yaddaşda daha çox tələb etmiş olacaq. Və gələk indi vektor qrafikasının proqramlarına. Hansılardır? Və ya bəzilərinin dediğiniz raster'a qarşılamışdınız. Coral, Paint, Draw. Coral Drive. Sonra Illustrator olabilir. adı böyle Illustrator. Adı var idi Illustrator. Adobe Freehand, Adobe Flash, Sonra Ellen Space, Dalscape, Landscape proqramı və digər proqram. Bunlar olacaq vektor qrafikasının proqramları. Bu proqramlar da məsələn mühəndislikdə istifadə etmək olar, AutoCAD da yazmaq olardı bura. Bundan mühəndislik texnologiyalarında, layihələrdə, proyektlərdə istifadə etmək olar. Məsələn, siz bir dənə evinizin layihəsini deyək ki, düzəltmək istəyirsiniz. 3D modelini düzəltmək istəyirsiniz. Bu vaxt siz Photoshopda bunu elə bilməlisiniz. Gedib məsələn 3D proqramları düzəltmək üçün vektor qrafikasından istifadə edirsiniz. İndi dedik bunları. Bəs bu suala da cavab verək. Ya proqramların məntiqi ilə bu suala cavab verə bilərsiniz. Biraz məntiq işlətsiniz, cavab verə bilərsiniz. Vektor qrafikası bir də rasterdan danışmışdıq. Raster qrafikasının fayllarının genişlənməsi hansı olacaq? İki-üç dənəsini desəz də kifayət edir. GIF olabilir. GIF, bəli, olar. Başqa? GPM, JPG idi. JPG, aha. Daha doğrusu P. JPG. Başqa? PNG. PNG, aha. Sonra BMP, BMP. Sonra TIFF və bir çox başqa genişlənmələr olar. Və vektor da hansı genişlənmələr olar? Bir-iki dənəsini alın çəksəz kifayət. Birini yazın məsələn SVG,
Bunları mən sizə göndərmişdim. Yəni dərsi işləm keçəndə var idi. Hətta 2 dənə PDF göndərmişdim. Biri raster vektora aiddir. Sonra informasiya bölməsinin sonunda sizə göndərmişdim ki, ümumi olaraq bölgü var idi. Fayllar arasında hansı genişlənmələr var, hansına aiddir. Hamısı ümumi olaraq da orada yazılmışdır. Raster vektorunun genişlənmələri. Sonra AI var. Sonra AI genişlənməsindən bitən. Sonra KDR var. EPS var. Bunların hamısı da olacaq vektora. Vektorun genişlənmələri. İndi gələk nəyə? Bunlardan danışdıq kompüter qrafika. Baxaq mətn informasiyasının kodlaşdırılması. Ümumiyyətlə, mətn informasiyası deyiriksə, mətn informasiyasının kodlaşdırılması nədir? Onun yaddaşda tutduğu yerdir. Mətnin yaddaşda tutduğu yeri tapmaq üçün bizə hansı parametrlər lazımdır? Nələri bilməliyik? Simvolların sayı. Bəli, simvolların sayı. Başqa? Başqa nə olar? Simvolun sayını bildik. Bundan tək mətnin yaddaşda yerini verməliyik. Yaddaşda tutduğu yer üçün bizə nə lazımdır? Simvolun sayını bildiksə. Hər bir simvolun yaddaşda tutduğu yer. Sətr sayı sayı şeylər var idi. Hər simvolun tutduğu yer. Siz məsəl üçün deyirsiniz ki, bu mətn 10 dənə simvoldan ibarətdir. Amma mən ilk bir dənə simvolun yaddaşda tutduğu yeri bilmirəmsə, hardan biləcəm mətnin həcminə qədər? Hər simvolun tutduğu yer. Sonra mətndə sətir, sütun, sətirlərdir, sütunlardır, səhifələrdir, sətir, sütun, səhifə. İndi ola bilər ki, bizə sadəcə sətri verər, sütunu verər, digəri heç adı çəkilməz və yaxud istənməz. Elə 2 dənəsindən gedə bilərik, heç bir problem yoxdur. Simvolların sayı, hər simvolun tutduğu yer, sətir, sütun və səhifə sayı. Bunlar mətnin əsas parametrləri. Bunları unutmayın. Əsas parametrlərdən sayılır. Simvol sayı, hər simvolun tutduğu yer, sətir, sütun, səhifə sayı. İndi mənə deyin görün. Hər simvolun yaddaşda tutduğu yeri tapanda bizə nə lazım olur? Nələr lazım olur? Hər simvolun yaddaşda tutduğu yeri tapmaq üçün. Bunu bir dənə cümlə şəklində normal formada izah edeyim. Bizə nələr lazım olur ki, biz onun əsasında hər simvolun yaddaşda tutduğu yeri bilirik. Mətnin hansı sistemdə ağ-qara yazılırdı? Rənglərə görə. Mətndə rənglər olur. Qarışdırır. Bir mətn fikirləşir. ASCII-də Unicode modu. Olar. Birinci növbədə mətnimiz ASCII-dir, yoxsa Unicode-dur. ASCII ilə Unicode-a nə deyirdik? Nə adlanırdı bunlar? Kodlaşdırma cədvəli. Kodlaşdırılma üsulları. Qısa sizə bir məlumat verim, həm də yadınızda qalsın. İlk vaxtlar, ya da belə deyək, sualdan sonra deyərəm. ASCII kodlaşdırma cədvəli neçə dənə simvolu kodlaşdıra bilir? Neçə dənə idi? ASCII-də hər bir simvol yaddaşı nə qədər yer tutur? 1 byte. 1 byte. 1 byte. 1 byte neçə bitdir? 8. 8 bit. Bizim əlifbanın gücü deyə bir düsturumuz vardı. Böyük N bərabərdir 2 üstü I.
8 bitdir. İ'nin qiyməti 8-dirsə, 156 simvol. 156 dənə simvolu kodlaşdıra bilir. Unicode nə qədər yer tuturdu? 2 byte. Neçə bit? 16 bit. Deməli 216 65536. Bu da 65536 dənə simvol özündə kodlaşdıra bilir. Bəs mənə belə izah edin ki, niyə ASCII, niyə Unicode? Yəni bir dənəsə kifayət eləmirdimi? Tək ASCII kifayət eləmir. Niyə Unicode-a ehtiyac var? Yaxud Unicode varsa niyə ASCII-yə ehtiyac var? Unicode'da boşluqlarda simvol sayılırdı. ASCII'də bu yox idi yəqin ki ona görə. Yox. Sanıram sizdə. Məsəf eləməm. İlk vaxtlar kompüterlər ümumiyyətlə elektron hesablama maşını EHMA adlanırdı. Ta 90-cı illərdə. Daha 90-cı illər demək, keçən əsr, 20-ci əsr və ondan əvvəlki 20-ci əsrin əvvəllərində. Bu vaxt kompüterlər elektron hesablama maşını adlanırdı. Və elektron hesablama maşınları tək ingilis hərflərini dəstəkləyir. Yəni ingilis əlifbasının hərflərini dəstəkləyirdi. İngilis komandalarını dəstəkləyirdi. Hətta vaxt MS-DOS adlı əməliyyat sistemi də vardı. İlk əməliyyat sistemi MS-DOS idi. MS-DOS Linux-a bənzəri idi. İndi Linux daha da müasir bir interfeysdir. Yəni Linux-da normal formada istifadə edib belə Windows kimi məsələn belə pəncərəni açmaq olur falan yerindədir. Ya qrafik interfeys deyirik buna. Məsələn Windowsda biz necə ki bir siçanla hərəkət edirik, rəngləri bu şəkildə veririk, istədiyimiz hərəkətləri edirik. Bu qrafik interfeysdir. Yəni bunu 5 yaşlı uşağa da öyrətsən, 1-2 gün ona öyrətsən, o da gedib məsələn bir fayl aça bilər, YouTube-da bir video açıb izləyə bilər və s. Yəni bunlar olacaq qrafik interfeys, daha rahatdır. Hər hansı əzbərləməyə başqa heç nə lazım deyil. Biraz vərdişdir, belə deyək. Biri də var, komanda interfeysi. MS-DOS komanda interfeysi tipindəyik. Komanda interfeysi nədir? Məsələn, baxın, biz burada gəlib SMD. Video görsən dayanmadı? Yox. Baxın, bu formada bizim bir komanda interfeysimiz açılırdı. Hər bir əməliyyatı MS-DOS-un xüsusi əmr komandaları var idi. Ona yazılırdı, ondan sonra əməliyyatı icra edirdi. Yəni, hər bir hərəkəti, bir faylı belə açmaq üçün biz gedib orada kod yazmalıyıq. Nədə siz Pythonda kod yazırsınızsa və təbii ki, orada uzun kodlar yazılmayıb, qısa əmrlərlə, indi elə kodlar ola bilər, bir qədər uzun ola bilər. Və ona uyğun olaraq hər dəfə əmr yazılır, sonra Enter-ə toxunulur, Enter-ə toxunandan sonra o əməli icra edilir və s. Amma bu kimi əməliyyat sistemində işləmək problemlidir. Çünki bunu mütəxəssis olmalısan ki, işləyəsən. Yaxud aylarca üstündə işləməlisən ki, öyrənəsən ki, ondan sonra sərbəst əməliyyat sistemində hərəkət etmək olsun. Bir fayl yükləyəndə belə, istənilən bir prosesi həyata keçirəndə belə vacib, lazım gəlirdi ki, əməliyyat sistemində əmr komandalardan istifadə edəsən. Və həmin illərdə sadəcə ingilis əlifbasının hərfləri istifadə olunur və ingilis əlifbasında bilirsiniz ki, 26 dənə hərf var. Bu 26 dənə hərf A hərfindən, gəlin buraya yazaq, A hərfindən Z hərfinə qədərdir. Və bu A hərfindən Z hərfinə qədər A-nın kodu deyirdi ki, ASCII-də onluq say sistemində 97-ci yerdə qalır. Z-in kodu isə 26 hərf saysaq 123-cü yerdə qalır. İndi B hərfi 98, C hərfi 99, D hərfi 100, Z hərfi isə olacaq 123. Bu formada bizdə kodlardan ibarətdir. ASCII kodlaşdırma cədvəli. Və eyni qayda burada kompüterdə ümumi olaraq da bir cümlənin qurulmasına istifadə olunan sualdır, vurulsundur, yəni ulduz işarəsidir, bölmələrdir, droplardır, vergül, nöqtə fərqi yoxdur. O işarələrin hamısı və ingilis əlifbasının hərfləri, sonra rəqəmlərdir. Bunların hamısı
kompüterdə ASCII kodlaşdırma cədvəlində saxlanılırdı və 256 dənə maksimal simvolu dəstəkləyən bu kodlaşdırma cədvəli kifayət eləyirdi. Tam şəkildə kifayət eləyirdi. Amma sonra həmin o texnologiyadan İspanlar da istifadə elədi. Həmin o texnologiyadan Ruslar da istifadə elədi, Azərbaycanlılar da istifadə elədi, Çinlilər də istifadə elədi və hər kəsin özünə məxsus əlifbası var, özünə məxsus simvolları var, işarələri var, qaydaları var və 256 dənə maksimal simvol dəstəkləyən bu kodlaşdırma cədvəli artıq kifayət eləməməyə başladı. Bu vaxt dünyəvi bir qlobal kodlaşdırma sistemi qəbul olunmalıdır. Bu da Unicode idi. Unicode da 65536-ya qədər simvolu özündə kompüterə tərcümə eləyə bilir. Təsəvvür edin ki, belə deyək də, tərcüməçi var yanımızda, bir tərcüməçi var. Bu sadəcə ingilis dilində 256-dan söz bilir. 256-dan söz bilir. Bir dənə də tərcüməçi var yanımızda, 65536. Siz indi bir ingilislə danışanda sizin söhbətinizi ona çatdırmalıdır. Və siz hər söz deyəndə təbii ki, bu 256 söz bilən insan təməl sözlərin bəzilərini biləcək və istənilən normal ünsiyyət qurulmayacaq. Amma 65536 dənə sözün tərcüməsini əzbər bilən bir şəxs üçün o qədər də problem olmayacaq. Yəni ən azından bir 80%, 90% iş görəcək. İndi bu dil üzərində biraz demək o qədər də düzgün olmaz. Çünki dil biraz daha zəngindir. Amma burada olan əlifbalar isə belə deyək. Ümumi dünyada olan bütün əlifbaları, simvolları, indi söhbət qəbilədən falan getmir. Amerikada olan Amazon qəbiləsindəki tayfanın əlifbasından söhbət getmir. Onlar çünki kompüter işlətmir. Onların işlətdiyi hərfləri məsələn, əgər işlədirlərsə, gəlib biz kompüterə əlavə etməyə ehtiyac yoxdur. Amma dünyada olan məsələn rusdur, ingilisdir, Azərbaycandır, türkdür, Yapondur, Çindir. Bunların əlifbası artıq bunlar müasir bir xalqdır və bu xalqlar kompüter sistemlərində öz fikirlərini çatdırmalıdır. Məsələn, bizim özümüzə məxsus hərflərimiz var. Ç hərfi, Ə hərfi, Ü hərfi, Ö hərfi və s. Bu hərflər eyni qayda özümüzə məxsus simvollarımız var. Bunların hər biri Unicode-da müəyyən bir yer tutur. Unicode-da müəyyən bir yer tutmağa başlayır və ona görə də Unicode əlifba kodlaşdırma sisteminə ehtiyac oldu. Və bu günə qədər də indi ASCII birbaşa təbii ki, məhv ola bilməz. ASCII yeri ingilis əlifbasının hərflərini özündə tutur. Amma Unicode da lazım olanda, bir hərfi Unicode tipə çevirmək lazım olanda da o zaman Unicode-la işləyirik. Eyni məsələ, məsəl üçün biz ASCII və Unicode suallar düşərsə sizə Python-da və yaxud alqoritmdə həmin o komanda sətirlərindən, deyək ki, ASCII üçün ORT-dən istifadə edirdik. Həmin o kodlardan istifadə edərək də siz verilən proqramı yaza bilərsiniz. Əsas məntiqi bundan irəli gəlir. Başqa bir dənə də var idi bizdə hər bir simvolun yaddaşa tutduğu yeri tapmaq üçün. Bir dedik ki, ASCII və Unicode, digəri isə konkret olaraq kodlaşdırma əlifbası bizə vermir. Biz bilmirik ki, söhbət ASCII-dən gedir, Unicode-dan gedir, nədir, nə deyil. O zaman bizə əlifbanın gücünü verəcək. Əlifbanın gücünü də dedik ki, böyük N hərfi ilə işarə edilir. Və yaxud ki, düstur. Baxın, bu I dediyimiz hissə var, ha, I. Yəni, hər bir hərfin yaddaşa tutduğu yer, hər bir simvolun yaddaşa tutduğu yeri biz kiçik I hərfi ilə işarə edirik. Məsəl üçün, ASCII-də bu 8 baytdır. Yəni, 8 bitdir deyək, 8 bitdir. Unicode-da 16 bitdir. Konkret olaraq bunu bilirik. Bunu bilirik ki, əlifbanın gücünü də bilirik, yəni böyük N-i bilirik. Aparıb 2-nin üzərinə 8 qoyuruq, 2 üstü 8 dedik ki, 256-ya bərabərdir. Və ASCII 256-nı əlifbanı özündə birləşdirə bilir. Niyə əlifbanın gücü gedir? Baxın, elə əlifbanın gücü nə deməkdir? Əlifba, yəni o verilmiş hərflərin hamısını qlobal bir əlifbaya çevirir. O işarələrin hamısını bir əlifbaya çevirir. Unicode-da dedik ki, 16 bitdir. 2-nin üzərinə 16-dan qoyuruq, 2 üstü 16. Elədi 65534, düzdürmü? Düzdürmü baxdıq? 536 daha doğrusu. 65536-dan dedik ki, bu dəfə isə simvolumuz olacaq. Yəni əlifbanın gücü 65536-ya bərabər. Məsələn, Azərbaycan əlifbasının hərflərini qoysaq,
Deyirik ki, Azərbaycan əlifbasının əlifbası neçə dənə hərfimiz var? 32 hərfimiz var. Düzdürmü? 32 hərfimiz varsa, deməli əlifbanın gücü 32-yə bərabərdir. Çünki biz 32 dənə hərf kodlaşdırırıq. İndi mənə deyin görüm. Böyük M bərabərdir 2 üstü i düsturundan. İ'nin qiyməti neçə ola bilər? 5. 5. Bəli. 5 nə? Bit, byte, 5 bit. 5 bit. Deməli, Azərbaycan əlifbasında hər bir simvolu kodlaşdırmaq üçün bizə 5 bit yer lazımdır. Yəni bu kompüter sistemlərində belə getməyəcək 5 bit kimi. Məsələn, C hərfini düşünməyin 5 bit kimi falan kodlaşdırır. Yox. Burada əgər məsələlər, informatika məsələləri düşəndə sizə bu üsulla gedir. Məsəl üçün, sizə deyək ki, Azərbaycan əlifbasının hərflərinin hər bir simvol yaddaşda nə qədər yer tutur? Biz bu formada gedə bilərik. İngilis əlifbasının hərflərini desə, böyük M bərabərdir 26, onda i-nin qiyməti neçə ola bilər? Maksimal neçə verir? 4 qoya bilərik. 4 qoyur. 5 32 lira. 5 32 eləyir, 4 neçə eləyir? 16. 4 qoysa 16 eləyir. 16 etsən, bəs yerdə 26 dənə hərf var. 10 hərf qalır axı. 5'i koymalıyız. 5-i qoymalıyıq ki, o bütün hərfləri tapmasa belə, yəni artıq olsun, əksik olmaz. Əsas məntiq budur. 5 qoysaq 32 eləyir, düzdür. Amma 32 eləsə belə, yenə 26 hərfin hamısı bura sıxışır. Əsas odur ki, bu 26 hərfin hamısı bura sıxışır. Sıxışdırsa, heç bir problem yoxdur. Onda biz rahatla əlifbamızı bura əlavə edə bilərik. Bu formada. İndi bir də var. Bizə belə deyək, əlifbamızın gücünü, əlifbanın gücünü verir, biz ona uyğun müəyyənləşdiririk. Məsələn, sizə verib ki, böyük M bərabərdir 128. 128-ə bərabərdir əlifbanın gücü. Onda i'miz olacaq 7 bit. I burada nə deməkdir? Bir hərfin tutduğu ölçü. Hərfin demir, bir simvol. Bir simvol. Hərf, rəqəm, işarə, boşluq ola bilər. Hər bir simvolun tutduğu yer 7 bitə bərabərdir. Əlifbanın gücü isə 128-ə bərabərdir. Və bu formada yəni terminlər verəndə qarışdırmayın. Bilin ki, əlifbanın gücü nədir, sonra hər bir hərfin tutduğu yer nədir, simvolun tutduğu yer nədir. Açığı bu biraz baş qarışdıran mövzudur, amma çox asan mövzudur. Baxın, sizə hətta onu deyim ki, mənim informatikada Pythonda heç çətinliyim olmayıb. Yəni ilk dəfə informatika ilə maraqlandığım vaxtlar. Ən çətin öyrəndiyim bölmələrdən biri bu olub. Yəni vaxtımı bir qədər bir gün əlavə mənim vaxtımı alıb bunu öyrənmək. Amma yenə də tam şəkildə artıq nə deyirlər, bir işi çətin öyrənsən, o qədər də yadda yaxşı qalır. Eyni məsələ. Nəticədə o qədər boşluq olar deyə çoxlu şəkildə test işlədim, sonunda tam şəkildə möhkəmləndim. Yəni dediyim odur ki, çətin bir məsələ yoxdur. Əsas burada öyrənəcəyimiz hissə, indi mən sizi başa düşürəm ki, hansı çətinliyiniz var, ona uyğun bir yol göstərirəm. Əsas məsələ buradakı qavramları bir-birinə tutuşdurun. Qavramları bir-birinə əlaqələndirəndən sonra gerisi asandır. Yəni orada əlavə bir çətinlik olmayacaq. İlk başlar baş qarışdıran məsələ bilirəm nədir. Ona görə qarışdırırsınız və testlərdə çətinlik çəkirsiniz. Amma üzərində yetəri qədər çoxlu praktika eləsəz, daim testlərlə işləsəz, aradan qaldırılan bir problemdir.